dəqiqləşdirmir. Yəni, ölkədə korrupsiya aradan qaldırılmasa, monopoliyalar aradan qaldırılmasa, dərəbəlik aradan qaldırılmasa, müstəqil məhkəmələr formalaşmasa, cəmiyyətin inkişafı, rahat yaşaması çətin görünür. Yenə də həmişə olduğu kimi 5-10 manat pensiyaları, maaşları artıracaqlar. İnflyasiya rəqəmindən biraz aşağı şəkildə artıracaqlar. Amma köklü dəyişikliklər olmayacaq. Ona görə də köklü dəyişikliklər üçün hakimiyyətin siyasi iradəsi olmalıdır. Hakimiyyət də bu məsələdə siyasi iradə ortaya qoyması üçün cəmiyyət bunu açıq şəkildə ortaya qoymalıdır. Mövqeyini, fikrini, istəyini açıq şəkildə ortaya qoymalıdır. Ümid eləyək ki, yaxşı olacaq. Ümid eləmək və inanmaq lazımdır. Eyni zamanda ümid eləmək və inanmaq da kifayət deyil. Hər kəs özündən asılı olan sahədə iş görməlidir. Mənim gücüm müəyyən fikirləri bölüşmək, həqiqətləri söyləməyə çatır. Sizin gücünüz buna şərait yaratmağa, öz fikirləri deməyə çatır. Eləcə də hər bir şəxs öz yerində, öz imkanı daxilində bu gerçəkləri söyləməlidir. İnsanlar haqlarını tələb eləməlidirlər. Öz hüquqlarını öyrənməli və tələb eləməlidirlər. Və bunlar olduqca və beynəlxalq miqyasda dəyişikliklər getdikcə ölkəmizdə də müsbət dəyişikliklər gedəcəyinə inanmaq olar. Buna çalışmalıyıq. Çox təşəkkür edirəm. Bir daha sizi də, bütün xalqımızı da qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Yeni ilimizdə uğurlar, xoşbəxtlik arzu edirəm.